Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 4-cü sinif şagirdləri üçün növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda bizim 3 və 4-cü sinif şagirdləri üçün ayın 18-i Google Form üzərində təşkil olunmuş monitoring tipində sınavımızdan da yararlana bilərsiniz. Ətraflı məlumat əldə etmək istəsəz 055 236 81 40 nömrəsinə yazaraq daha ətraflı sınaq barədə suallarınızı ünvanlaya bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, azalanı 25 vahid artırıb çıxılanı 17 vahid azaltsaq fərq necə dəyişər? Bunu ilkin olaraq biz necə yaza bilərik şagirdlər üçün? Azalan, çıxılan fərq. Əgər bir praktik olaraq yazsaq, məsələn yazıram 100 çıx 40 bərabərdir 60. 100-ün azalanı 25 vahid artırıram. 125 vahid artırsam 125 olacaq. Çıxılsın. Çıxılanı 17 vahid azaltsaq. 17 vahid azaltsaq 23 olacaq. 125-dən 23 çıxsaq qalacaq 102. Əvvəl 60 idi, indi olub 102. 102-dən də 60-ı çıxsam qalacaq 42. Deməli, nə baş verir burada? 60 əvvəlki fərqimiz 60-dır, indi 102-dir. 42 vahid artacaq. O zaman ya bu qaydanı tətbiq eləməlisiniz. Doğru cavab B variantında 42 vahid artar. Amma qayda nədir? Azalan, çıxılan fərq. Əgər azalanı artırıb çıxılanı kiçildiriksə, o zaman elə 25-in üzərinə 17 gəlib deyə bilərik ki, 42 vahid fərqimiz artacaq. Bu qaydanı da yadda saxlaya bilərsiniz. İkinci sualımız. Əməliyyatlar aldıcını nəzərə alaraq hesablayın. 150 çıx 30 vur 2 böl 5. İlk öncə 32-yə vuracağıq 60. 60-ı 5-ə böləcəyik 12. 150-dən də çıxacaq 12-ni 138. Doğru cavabımız olacaq A variantı. Keçək növbəti suala. 7 yüzlük 4 onluq 8 təkliyin cəmi ilə 13 deməli, buradan 7 yüzlük 4 onluq 8 təkliyin cəmi ilə 12 təkliyin hasilini istəyir bizdən. 7 yüzlük 4 onluq 8 təklik oldu 748 və 12 təklik. 748-i vururam 12-yə. Bu da bizə verəcək neçə? 8976. Doğru cavab olacaq A variantı. Keçək növbəti suala. Müqayisə aparın. Müqayisə edin. 72 çıx 4 vur 6. 36 plus 12 böl 4. İlk öncə bu hissəni müqayisə apararıq. 4-ü 6-ya vursam 24 və 72-dən çıxacam 24-ü 48. 36 ilə də 12-ni toplasaq bizə verəcək 48. 48-i də 12-yə 4-ə bölsək 12 qalacaq. 12 ilə 48-i müqayisə aparsaq əlbəttə ki 48 böyük olacaq. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti suala. Deməli, bir qutuda 7 kitab var. 6 belə qutu alındı və sonra 5 kitab da əlavə edildi. Hansı ifadə düzgündür? Bir qutuda 7 kitab varsa, 6 belə qutu alınsa, vurarıq 6-ya və ifadənin düzgünlüyünü istəyir bizdən. 7 vurulsun 6, üzərinə də 5 kitab gələrik. Doğru ifadə olacaq B variantında. Keçək 6 nömrəli suala. 7392 kiçikdir A-dan, o da kiçikdir 7397 müqayisəsində A-nın yerinə neçə tam ədəd uyğun gələr? Deməli, A-nın yerinə 7392-dən böyük,
7397-dən kiçikləri yaza bilərik. İlk ədəd yazarıq 7393, 7394, 7395, 7396. 1, 2, 3, 4 ədəd yaza bilərik. Demək, doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. Suallar monitorinqdə istifadə olunan tipdədir. Verilmiş hasili cəm şəklində göstərin. Hasilimiz 9 vurulsun B-dir. Biz o zaman B plus B plus B plus B plus B plus B 1, 2, 3, 4, 5, 6, 7, 8 olsun 9. Bu qaydada yazacağıq. Yəni cəm şəklində. B variantına baxsaq 8B, yəni 8B yenə də hasil şəklindədir. Üstünə cəm şəkli olaraq 1-in B gəliblər. Digər variantda da doğru deyil. Doğru cavab A variantında qeyd olunub. Növbəti bir sual 8 nömrəli sualdır. Deyir 15 hansı ədəddən 5 dəfə kiçikdir? 15-i vuracağıq 5-ə. 75. Doğru cavab olacaq D variantı. Növbəti sualımız 9 nömrəlidir. Ata ilə oğlun yaşları cəmi 90-dır. Oğul atadan 22 yaş kiçikdir. Atanın yaşı neçədir? Ata, oğul. 1 kvadrat, bu kvadrat plus 22 və nəticə nəyə bərabərdir? 90-a. O zaman tam hissə modeli ilə yazdım ki, şagirdlərimiz başa düşsün tam. 2 kvadrat üzərinə 22 bərabərdir 90. 2 kvadrat bərabərdir 90-dan da 22 çıxsa 68. Kvadrat da bərabərdir 34-ə. Əgər kvadrat 34-dürsə, oğul 34-dürsə, bu neçə yaşdadır? 34-ün üstünə 22 gələcək. 56 yaş. Atanın indiki yaşı olacaq 56 yaş. Növbəti bir sual. Deyir 900 ədədindən bu ədədin 5-də 2 çıxılarsa nəticə neçə olar? İlk olaraq 900-ün 5-də 2-sini tapırıq. Yəni 900-ü bölürük 5-ə 180. 180-i vururuq 2-yə 360 və 900-dən çıxırıq 360-a. Nəticədə qalır 540. Doğru cavabımız olacaq 540. B variantı. Kiçik bir sınaq hazırlamışdıq sizlər üçün dəstək məqsədi ilə. Növbəti sınaq suallarımızda görüşənədək. Sağ olun, salamat qalın.